Çox vaxt özünüzü təkrarlanan münasibətlərdə, içindən heç zaman çıxa bilmədiyiniz situasiyalarda və yaxud da bir hadisəyə qarşı heç ehtiyac olmayacaq dərəcədə böyük reaksiyalar verərkən tapırsınızsa və özünüzü taleyin qurbanı adlandırırsınızsa ki, yaradan məni sevmədi, qismətim belə gətirdi, mənim üzüm heç nədən gülmür kimi sözlər deyirsinizsə, bu video sizə bir ümid işığı olacaq ki, əslində görəcəksiniz ki, siz heç kimin ya da heç nəyin qurbanı deyilsiniz. Sadəcə öz uşaqlıq paternlərinizi davam etdirərək bugünkü yetkin həyatınızda da öz təsirlərini görə bilirsiniz. Elə isə çayınızı, kofenizi alın, dəftər qələminizi də götürün, videoya başlayaq. Uşaqlıq travması dedikdə çox vaxt insanlar elə zənn eləyir ki, bunlar çox böyük şeylər olmalıdır. Təbiət hadisələri, müharibələr və yaxud da ailədə kiminsə ölümü. Təbii ki, bunlar da ən ağır versiyalardır. Amma baxmadığımız bir tərəf də var ki, uşaqlıq təcrübələri dedikdə müasir dilində buna travma desək, uşaqlıq təcrübələri çox xırda şeylər də ola bilər. Məsələn, ailənizdə valideynlərinizin sizi daim uğur qazanmağa məcbur hiss etdirməsi ki, hansı ki, sən uğur qazansan biz o zaman daha çox səni sevəcəyik və yaxud da sizin digər uşaqlarla müqayisə olunmağınız, ailənizdə sevgini daha az görməyiniz, bunların hər biri də kiçik-kiçik sizdə uşaqlıq təcrübələri, ağır emosional təcrübələr yaratmağa başlayır ki, artıq növbəti həyatınızda da bunların izlərini daşıya bilirsiniz. Və biz uşaqlıq təcrübələri yaşadığımız zamanlarda çox vaxt bir uşaq olaraq bunlardan qaçmaq üçün bəzi mexanizmləri inkişaf etdiririk özümüzdə. Hansı ki, fiziki şiddət gördüyümüz zamanlarda daha çox qaçmağa, gizlənməyə və yaxud da bir sözümüzü dediyimiz zaman əgər valideynimizdən, digər insanlardan çox böyük reaksiyalar görürüksə, zamanla susmağa başlayırıq və artıq özümüzü ifadə etmək bizim üçün çox təhlükəli bir hal almağa başlayır. Və uşaq olaraq bu mexanizmləri inkişaf etdirdiyimiz zaman hər nə qədər bu dövrdə onlar bizi qorusa da, artıq yetkin həyatımızda tamamilə bizi zindana salmağa başlayır. Siz yetkin olarkən insanlardan qaçmağa və yaxud da uğurlu ola biləcəyiniz sahələrdə yüksəlməyə çalışarkən qəfildən özünüzü sabotaj eləməyə başlayırsınız. Bu kimi şeylər artıq sizə göstərir ki, bax, sən hələ də o uşaqlıqda inkişaf etdirdiyin mexanizmlərin arxasınca gedirsən. Və bunlar da təbii ki, bizim həyatımızda büdrəmələrə qədər gətirib çıxardır ki, getdiyimiz yolda heç bir uğur əldə eləyə bilmirik və sonra da taleyə, qisməti günahlandıraraq özümüzü qurban pozisiyasına salırıq və uşaqlıq təcrübələrini biz bir neçə altbaşlıqda həyatımızda görə bilərik. Bunlardan ən çox görüləni münasibətlərdə və insanlarla bağ qurmağa çalışmaqdadır. Məsələn, biz əgər uşaqlıqda ağır təcrübələr yaşamışıqsa, valideynlərimizlə münasibətimiz normal səviyyədə olmayıbsa, artıq 2 təməl yol seçirik münasibətlərdə. Bunlardan ən çox görünəni partnyorə və yaxud da dostlara qarşı həddindən artıq asılılıq olur, ta ki onlar məni tərk etməsin, onlar məni sevsin, yanımda qalsınlar. Bu kimi qorxular artıq gətirib çıxardır ki, siz onlara paranoik səviyyədə belə bağlı ola bilirsiniz. Mesajınıza gec cavab yazıldığı zaman avtomatik olaraq özünüzü günahlandırırsınız, dəyərsiz hiss edirsiniz. Mənə dəyər versəydi, yəqin ki, mesajıma vaxtında cavab verərdi kimi ifadələrlə bir nöqtədə özünüzü aşağı doğru çəkməyə başlayırsınız ki, bu da sizin dəyərsizlik hissinizi qıcıqlandırmağa başlayır. Digər bir tərəfə baxdıqda isə insanlarla ümumiyyətcə bağ qurmaq istəməmək, münasibətlərdə qaçmaq, yaxınlıq qura bilməmək, hətta Issız Adam filmi var idi, onu izləməmisinizsə buraları bir yerlərə qoyaram. Orada da bu paterni çox açıq şəkildə izah eləyirlər ki, insanlar necə münasibətlərdə daim qaçmağa çalışırlar, yaxınlıqdan qorxurlar və bu kimi şeylər də tamamilə uşaqlıqda yaşadığımız təcrübələrə bağlı şəkildə də inkişaf eləyə bilir. Təbii ki, 100% burdan gəlir deyə də bir şey yoxdur, amma mütləq ki, uşaqlıq paternləri də bu sahədə bizə kömək eləyir ki, etdiyimiz davranışın köklərinə enə bilək. Digər bir tərəfdən də karyera yolunda uşaqlıq təcrübələrinin bizə necə təsir etdiyinə baxaq. Əgər uşaqlıq dövründə atanızdan yetəri qədər diqqət və yaxud da təsdiqlənmə görməmisinizsə və ya tam əksi bir şəkildə fiziki şiddət, emosional şiddət kimi hallar görmüsünüzsə, artıq müdürünüzə qarşı, yəni evdə idarəçi olanla işdə idarəçi olanı bir səviyyədə tutursunuz uşaq zehni ilə birlikdə. Avtomatik olaraq həmin insana qarşı da eyni şəkildə qorxu inkişaf etdirə bilirsiniz.
müdirə qarşı olan həssaslıq və yaxud da ona qarşı olan çəkinmə, bu kimi hallar artıq özünü yavaş-yavaş göstərməyə başlayır ki, eynən uşaqlıqda yaşadığımız kimi ataya qarşı göstərdiyimiz reaksiyalar kimi müdirə qarşı da eyni tip olanları göstərə bilir. Daha sonrasında isə təsdiqlənmə ehtiyacı gəlir. Əgər uşaqlığımızda yetəri qədər təsdiqlənmə görə bilməmişiksə, etdiyimiz işlərə qarşı yetəri qədər qiymət verilməyibsə, artıq növbəti zamanlarda da eynisini axtarmağa başlayırıq və bunu çox qəribə yollara əl ataraq da eləyə bilirik. Var-dövlətimizi göstərməyə çalışmaqla, özümüzü olduğumuzdan daha fərqli göstərməyə çalışmaqla, sanki biz bu insanıq və insanlar bizə belə davransın kimi göstərməyə çalışmaqla diqqət toplayırıq və bu diqqət də təbii ki, saxta mənliyimizə gəldiyi üçün avtomatik olaraq sonda bizi yenə xoşbəxt eləyə bilmir. Əgər mal varlığımıza qarşı diqqət çəkməyə başlayırıqsa, nəticədə gələn diqqət də yenidən mal varlığımıza getdiyi üçün içimizdə olan o dəyərsizlik hissi də bir nöqtədə dolmamağa başlayır və sonra deyirik ki, bu qədər diqqət görürəm, bu qədər dəyər görürəm, amma hələ də özümü o istədiyim nöqtədə görə bilmirəm. Çünki biz bunları elə zənn eləyirik ki, xarici amillərlə artıq özümüzə kömək eləyəcəyik ki, o boşluq hissini doldura bilək. Amma burada unutmamanız gərəkən bir nöqtə var ki, uşaqlıq dövründə yaşadığınız o boşluqlar, o təcrübələr heç zaman xarici amillərlə dolmayacaq və onları doldurmağa çalışdıqca daha da o yaraları böyüdəcəksiniz. Çünki oranın məsuliyyəti, oranı şəfalandırmağın məsuliyyəti yalnızca və yalnızca sizin əllərinizdədir. Bunun məsuliyyətini başqalarına verərək avtomatik olaraq özünüzü həmin oyundan xaric eləyirsiniz və zamanla yenidən yıxılmağa başlayırsınız. Ancaq nə zaman ki, ora öz diqqətinizi, öz sevginizi verirsiniz, həmin anlarda zaten ora şəfalanmağa başlayır. Bugün bu videoya baxmağınız artıq avtomatik olaraq o hissənizi şəfalandırmaq istəyinizdən irəli gəlir və bunun məsuliyyətini inanın mənə öz əllərinizdə saxladığınız müddətcə hər zaman o boşluğun kontrolu da sizdə olacaq və zamanla görməyə başlayacaqsınız ki, o boşluq yavaş-yavaş kiçilməyə başlayır. Digər bir tərəfdən baxdıqda isə özünüzü davamlı digər insanlarla müqayisə etməyə başlayırsınız və gördüyünüz heç bir işə qarşı içinizdə məmnunluq yaranmır və bu səsə diqqətlə qulaq assanız görəcəksiniz ki, bu səs əslində sizin deyil, amma hardansa sizə tanış gəlir. Sanki kimsə sizə demişdi ki, sən bacarıqsızsan, filankəsin oğlu səndən daha yaxşıdır, filankəsin qızı səndən daha yaxşıdır və bu səsə diqqətlə qulaq asdıqdan sonra avtomatik olaraq onun hardan gəldiyini, hansı dövrdən gəldiyini də anlamağa başlayacaqsınız və bunu gördüyünüz anda zaten hekayənin böyük bir hissəsini artıq tamamlamış olacaqsınız ki, o daxildəki valideyn obrazını çıxardasınız və yerinə öz sağlam versiyanızın dialoqlarını qoya bilərsiniz. Mən bacara bilərəm, mən özümü digər insanlarla müqayisə etməyə ehtiyac görmürəm, özümü daha yaxşı olar ki, öz dünənki ya da 5 il öncəki versiyamla əvəz eləyim ki, baxım görüm nə qədər inkişaf var, nə qədər mən irəli getmişəm. Mən əgər müqayisə etmək istəyirəmsə, yalnız özümə aid olanla müqayisə edə bilərəm. Okay, başqasına baxıb bir şeylər götürmək yaxşıdır, başqasına baxıb biraz da irəliləmək istəmək yaxşıdır. Amma bunu çox ağır şəkildə həyatınızın mərkəzinə qoyaraq yalnızca özünüzü yora bilərsiniz və siz başqasının uzunluğunu belə bilmədiyiniz bir yolla öz yolunuzu müqayisə etməyə çalışırsınız. Siz nə bilirsiniz ki, kimin yolu harda bitəcək və yaxud da kimin yolu harda başlayacaq? Ona görə ancaq fokusunuzu bu nöqtədə şəfalanmaq istəyirsinizsə, özünüzə verin bir müddət. Biraz yoxlayın, biraz bu yolda gedin görək. Mən həqiqətən kiməm və kim olaraq bu dünyada olmağa çalışıram. Və digər bir nöqtəyə baxdıqda isə hadisələr qarşısında həddindən artıq reaksiya verməkdir. Biri sizə yalan danışanda, biri sizə gec cavab verəndə, demirəm bunların heç biri normal deyil. Amma bəzən bu hadisələr qarşısında fərqində olmadan belə çox ağır reaksiyalar verə bilirik və sonradan bir peşmanlıq hissi gəlir ki, mən niyə ona elə dedim, mən niyə bununla belə danışdım? Bu zamanlarda özünüzə verə biləcəyiniz tək və ən rahat suallardan biri budur ki, mən bu hadisəyə indiki halımla mı reaksiya verdim, yoxsa bir zamanlar bu sahədə incinmiş olan həmin o uşaqlıq versiyamla mı sual verdim? Bu sual sizə kömək eləyəcək ki, baxasınız görək, həqiqətən hadisəyə hansı baxış bucağından baxırsınız? Öz yetkin versiyanızla mı baxırsınız, yoxsa həmin o uşaqlıq versiyanızla mı baxırsınız?
Bu da sizə indiki hala qayıtmağa, o uşaqlıqda inkişaf etdirdiyiniz mexanizmlərdən artıq qurtulmağa kömək eləyə biləcək. Və yavaş-yavaş gəldik videonun sonuna. Bütün paternləri ələ aldıq demək olar ki. Sonda isə mən istəyirəm ki, sizin üçün bəzi praktikalar verim ki, bu hadisələri yaşadığınız zamanlarda özünüzə dönəsiniz və həmin o boşluq hissini yavaş-yavaş özünüzdə doldura biləsiniz. İlk növbədə bayaq dediyim kimi, hadisələr qarşısında reaksiya verməzdən öncə hər zaman bir neçə saniyə gözləyin. Baxın, bu hadisəyə kim reaksiya verir? Mənmi, yoxsa uşaqlıq versiyamı? Bunu aydınlaşdırmaq sizə zamanla kömək eləyəcək ki, avtomatik reaksiyalardan qaça biləsiniz və yetkin bir şuurla həmin hadisə qarşısında qərar verəsiniz. Digər bir nöqtədə isə öz uşaqlıq versiyanızla əlaqə qurmağa çalışın. Balacaykən dəyərmi görmədi, eşidilmədimi, görülmədimi? Bunların hər birini alın. Hətta mən deyərdim ki, gün ərzində özünüzə 5 dəqiqə zaman ayırın, uşaqlıq şəklinizi qarşınıza qoyun və ona baxmağa, onun yaralarını anlamağa, onun nələr hiss etdiyini anlamağa çalışın ki, o sizə bir şeylər göstərsin ki, sən harda yıxılırsan, sizin ən zəif nöqtələriniz haralardır, o uşaq harda yaralanıb, harda şəfalanmaq istəyir. Bunların hər birini nəzərə alaraqdan gündə 5 dəqiqə həmin versiyanızla söhbət etməyə çalışın. Mən səni anlayıram, mən səni başa düşürəm, insanlar sənə layiq olduğun qədər diqqət və yaxud da dəyər vermədi. Amma bu gün bunun məsuliyyəti təkcə mənim əllərimdədir və mən yalnız sənə verdiyim dəyərlə sən şəfalana bilərsən. İnanın mənə, bunlar belə sizə zatən kömək eləyəcək ki, həmin o versiyanızı çox rahat bir şəkildə şəfalandırasınız və bunun adı da içsəl uşaq çalışmasıdır. Axtardığınız zaman bununla bağlı bir çox şey görə bilərsiniz. İstəsəniz mən də bununla bağlı xüsusi bir video çəkərəm ki, bu praktikaları necə etmək olar və ən sonda isə özünüzə qarşı bu yolda mərhəmətli olun. Bir şey unutmayın ki, illərlə aldığınız o zərbələri, illərlə gördüyünüz o emosional işgəncələri sadəcə bir gündə unuda bilməzsiniz. Bir gündə beyninizdən tamamilə silib ata bilməzsiniz. Heç kim bunu eləyə bilmir və bu yolda sadəcə öz iç səsinizə qulaq asın, özünüzə qarşı mərhəmətli olun. Bir şey anlayın ki, heç nə qalıcı deyil. Hər şey bir gün keçib gedəcək, amma yalnızca sizinlə qalan öz indiki versiyanız olacaq. Ona görə də ona yaxşı baxmağı unutmayın. Gələn videolarda görüşərik.